Silahlı bir qrup təsəvvür edin. Bir gün bomba partladırlar, ertəsi gün eyni məhəllədə yemək paylayırlar. Bir tərəfdən qorxu, digər tərəfdən yardım paketləri. Bir küçədə sirenlər, digərində isti yeməklər paylanır. İnsan zehni bu ziddiyyəti görəndə qısa dövrələr keçirir. Çünki biz dünyanı sadə kateqoriyalarda anlamağı sevirik. Yaxşı və ya pis, qəhrəman və ya cinayətkar, köməkçi və ya zərər verici. Lakin siyasət xüsusən də münaqişə zonalarında bu qədər aydın sərhədlərlə işləmir. Dünya qəribə bir yerdir. Siyasət də bəzən qəribəliyin əsas memarıdır. Mən Əziz Quliyev. Bugün Tit-for-Tat'da əksər insanların səthi gördüyü, lakin dərin bir mövzunu müzakirə edəcəyik. Əksər insanlar terror təşkilatlarını yalnız hücumlar, bombalar və zorakılıqla əlaqələndirirlər. Bu səhv deyil, amma natamamdır. Daha dərindən baxdıqda başqa bir mənzərə ortaya çıxır. Bəzi təşkilatlar xəstəxanalar tikir, yemək paylayır, uşaq evləri açırlar. Bəzən hətta məktəblər tikirlər. Bəzən zəlzələ və ya daşqın kimi fəlakətlərdən sonra yardım karvanları təşkil edirlər. Bəzi ərazilərdə insanlar ilk təcili yardım maşınlarını, ilk pulsuz dərmanlarını və ya ilk müntəzəm qida yardımlarını hökumətdən deyil, elə məhz silahlı qrupdan almış ola bilirlər. Bu təbii olaraq bir sual doğurur. Onlar həqiqətən xeyirxah olduqları üçünmü bunları edirlər? İnsan təbiətini araşdıran psixoloqlar və politoloqlar belə vəziyyətlərdə romantizmi kənara qoymağa üstünlük verirlər. Çünki təşkilatlar nadir hallarda təmiz emosiyalara əsaslanaraq hərəkət edirlər. Hakimiyyət demək olar ki, həmişə hesablama tələb edir. Beynəlxalq təhlükəsizlik tədqiqatlarında bu yanaşmanın bir adı var: ürəklər və ağıllar strategiyası. Məntiq təəccüblü dərəcədə sadədir. Bir icmanın qəlbini qazansanız, həmin icma sizin üçün görünməz bir qalxan olur. İnsanlar sizi qınamayacaqlar. Onlar sizi qoruyacaqlar. Onlar susacaqlar. Bəzən dəstəkləyəcəklər, bəzən hətta sizə qoşulacaqlar. Hərbi baza yüzlərlə əsgər tərəfindən qoruna bilər. Lakin bir icmanın səssiz dəstəyi bəzən daha güclü qoruma təmin edir. Beləliklə, yardım fəaliyyətləri çox vaxt xeyriyyəçilik deyil, sosial investisiyadır. Bu məqamda yardım anlayışına daha gərəzsiz bir perspektivdən baxmalıyıq. Çünki yardım sadəcə humanitar bir hərəkət deyil. Tarix boyu yardım həm də siyasi bir vasidə olub. Kiməsə kömək etdiyiniz zaman onu sadəcə qidalandırmırsınız. Həmçinin onların zehnində münasibətlər qurursunuz. Minnətdarlıq, öhdəlik, sədaqət. Siyasi alimlər bəzən buna mənəvi iqtisadiyyat deyirlər. İnsanlar təkcə pulla deyil, həm də münasibətlərlə bağlıdırlar. Terror təşkilatları ümumiyyətlə bundan 3 əsas məqsəd üçün istifadə edirlər. Birincisi, legitimlik yaratmaq üçün. Zorakılıqdan istifadə edən bir struktur özünü yalnız silahlı bir qrup kimi təqdim etmək istəmir. Özünü alternativ bir hökumət kimi təqdim etməyə çalışır. Əgər dövlət yoxdursa, biz varıq mesajını göndərir. Bu mesaj bəzən açıq şəkildə ifadə edilmir. Lakin bu, hərəkətlərlə özünü göstərir. Məktəb açıldıqda, yemək paylandıqda və ya səhiyyə klinikası yaradıldıqda mesaj belə olur: biz sadəcə döyüşən bir qrup deyilik. Biz həm də idarə etmək strukturuyuq. İkinci məqsəd insan resurslarıdır. İqtisadi cəhətdən əlverişsiz bölgədə yardım almaq sadəcə bir ehtiyac deyil. Bu, həm də münasibətlər qurmağın bir yoludur. Yardım alan insanlar zamanla həmin təşkilata qarşı rəğbət bəsləyə bilərlər. Və bu da həmişə ideoloji sədaqət demək deyil. Bəzən bu, daha sadə bir şeydir. Məsələn, sağ qalmaq. Bir ailə üçün uşağın dərmana və ya adi qidaya çıxışı əsas siyasi ideologiyalardan daha güclü bir motivasiya ola bilər. Üçüncü məqsəd təbliğatdır. Bir kənddə paylanan bir kisə un yalnız həmin kənd üçün deyil. Şəkillər çəkilib, videoları çəkilib, sosial mediada yayılıb və bu görüntü təşkilatı qoruyucu kimi tanıtmağa xidmət edir. Müasir münaqişələrdən əhəmiyyətli bir hissəsi indi media arenasında baş verir. Bəzən bir görüntü güllədən daha güclü ola bilər. Tədqiqatlar maraqlı bir şey göstərir. Silahlı qrupların sosial xidmət göstərdiyi ərazilərdə ictimai dəstək bəzi hallarda 20-40% arta bilər. Əlbəttə ki, bu hər yerdə eyni deyil. Bölgənin siyasi quruluşu, dövlətin gücü və münaqişənin təbiəti bu nisbətləri əhəmiyyətli dərəcədə dəyişdirir. Amma ümumi tendensiya aydındır. Yardım rəğbət yaradır. Nəticədə bəzi təşkilatlar demək olar ki, paralel dövlət kimi davranmağa başlayırlar. Vergilər yığırlar, yardım paylayırlar, məhkəmələr yaradırlar və təhsil verirlər. Siyasətdə buna rebel governance deyilir, yəni üsyankar idarə etmə. Qeyri-dövlət aktyoru effektiv şəkildə bir bölgəni idarə etməyə başlayır. Bu vəziyyət tarix boyu bir çox fərqli coğrafiyada yaranıb. Bəzən Afrikada, bəzən Yaxın Şərqdə, bəzən Latin Amerikasında. Dövlətin zəif olduğu yerdə digər aktyorlar boşluğu doldurmağa çalışırlar. Təbiət boşluqdan nifrət edir. Siyasətdə amma elə deyil. İndi bir qədər narahat edici bir məqama gəlirik. Bir təşkilat həm xəstəxanalar aça, həm də bombalar partlada bilərmi? İnsan zehni bu cür ziddiyyətləri sevmir. Beyin sadə bir hekayə istəyir, yaxşı tərəf və pis tərəf.
Amma real dünya o qədər də nizamlı deyil. Bir təşkilat eyni zamanda həm sosial xidmət təminatçısı, həm də zorakı aktyor ola bilər. Maraqlı olan budur. İnsanlar tez-tez onlara kömək edən tərəfə daha müsbət baxmağa başlayırlar. Bu, psixologiyada güclü bir meyl olduğundan irəli gəlir. Bizə fayda verənləri bağışlamağa daha çox meylliyik. Və bu da bəzən şüurlu bir seçimdən daha çox zehni müdafiə mexanizmidir. Əgər həyatınız bir təşkilat tərəfindən idarə olunan bir ərazidə keçirsə, həmin təşkilatı tamamilə şeytanlaşdırmaq psixoloji cəhətdən çətin ola bilər. İnsan zehni yaşadığı reallığı anlamaq istəyir. Strategiyasının ən gözəl nöqtəsi məhz buradadır. Bəs bu həqiqətən işləyirmi? Qısa müddətdə, əksər hallarda bəli. Bəzi təşkilatlar illərdir mövcud olduqlarının bu sosial şəbəkələrə borcludular. Lakin uzun müddətdə mənzərə daha mürəkkəbdir. İctimai dəstək düşündüyümüz qədər möhkəm deyil. İqtisadi şərtlər dəyişdikdə, təhlükəsizlik balansları dəyişdikdə və ya dövlət həqiqətən xidmət göstərməyə başladıqda bu dəstək tez bir zamanda zəifləyə bilər. Beləliklə, yardım fəaliyyətləri bir təşkilatın gücünü artıra bilər, lakin onu daimi olaraq qanuniləşdirmir. Bugün əslində bu suala cavab axtarırdıq. Terror təşkilatı niyə yardım göstərməlidir? Cavab çox vaxt düşündüyümüzdən daha strateji olur. Çünki müharibə yalnız silahla aparılmır. Bəzən bir kisə un, məktəb və ya xəstəxana müharibə silahına çevrilə bilər. Amma burada göz ardı etməməli olduğumuz daha dərin bir məsələ var. Silahlı təşkilatların sosial xidmətlər göstərə biləcəyi yerlər çox vaxt dövlətin çata bilmədiyi və ya çatmada çətinlik çəkdiyi yerlərdir. Başqa sözlə, silahlı qruplar bir yerdə xəstəxana açırlarsa, dövlət artıq başqa bir qapıdan çıxmış ola bilər. Buna görə də bəzən məsələ yalnız terror təşkilatlarını anlamaqla bağlı deyil. Əsl sual budur. Cəmiyyət nə vaxt dövlətə olan ümidini itirir və digər aktyorları alternativ kimi görməyə başlayır. Çünki güc yalnız silahlar üzərinə qurulmur. Güc insanların etibar etdiyi şəxslər üzərinə qurulur. Və buna görə də ürəklər və zeyinləri fəth etmək strategiyası yalnız silahlı qruplara aid deyil. Dövlətlər də bunu çox yaxşı bilirlər. Çünki müasir dünyada müharibədə ən vacib cəbhə bəzən cəbhə xətti deyil. Bu insanların zehinləridir.